Amma mənim Faiq iki sualım var canım. Birinci sual odur ki, mən bilirəm ki, o insan o qədər belə ağıllı insandır. Bir dəfə də mənə deyib ki, xatun elə ki, mən səni sevim. Bəli. Bir də bir şey demişdim, elə sizin verilişinizdə. Dedi, mən səni sevim. Çox gözəl, o söz mənə qaldı yadigar. Bəzən dostlarıma deyirəm ki, elə mən səni sevim. Faiq müəllimin sözü olmasın. Müəllifi qeyd edirəm, görürsünüz Faiq müəllim. Hə, Faiq müəllimin sualım budur ki, sənət dostlarından, mən demirəm son zamanlar, yəni bu ərəfələrdə, bu Instagram dövründə, TikTok da ola bilər, hansı sənət, yəni bu sənətdən olmuş, müğənni deyək də, ya aparıcı, kimi blok edib? Heç kimi blok. İkinci sualım da odur ki, elə olub ki, həmən adam bilib ki, bloklanıb, sizinlə belə yer axtarıb ki, təmasa keçsin, gəlsin ki, Faiq bəy, mənə blokdan çıxardın da. Bir şey olur. Deməli, hər iki suala bir cavab. İlk əvvəl birinci suala yox, mən bloku atmamışam. Aygün, bilsən də bizim Aygünlə 38 illik dostluğumuz, silahdaşlığımız var. Bir dəfə nəsə şıltaqlıq elədi, məni bloka atıbmış. Mənim də xəbərim yoxdur. Biz də Gəncədə konsertdəyik. Nömrələrimizdə üzbəüz balkonlardır belə. Bir də gördüm orada mənə çağırır. Belə şirin-şirin mənə çağırır. Çıxdım belə qırmızı-qırmızı eyvana ki, nə olub, niyə çağırırsan məni? Bəs sosial şəbəkədə blok atmısan axı? Kim? Mən? Yox, gir, bax. Sonradan mənə çatdı ki, bu bilə-bilə ki, indi Aygün, mən indi ondan görüşüm, onu iratdı. Mən danışmazdan qabaq, mən blokdan açmışdı. Buradan Aygünə böyük-böyük salamlar, mən onu çox sevirəm. Faiq Ağayev... Xatun da düz deyir, o sözü ona demişdim. Elə mən səni sevim. Sevim. Nə məna kəsb edir bu? Yəni bunun əksini fikirləşdi. Elə eləməklə ki, mən səndən inciyim. Elə eləməklə ki, mən səni sevim.